Türkiyədən Azərbaycana geyim məhsullarının ixracı azalır. Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumata görə 2025-ci ilin ilk rübündə Azərbaycana göndərilən geyim məhsullarının həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı enib. Bəzi vətəndaşlar da onlayn ticarətin artıq sərf etmədiyini bildirirlər. İndirimlər olanda veririk, çünki adi vaxt oradakı qiymətlərlə bizim cibimizdə uyğun deyil o qiymətlər. Daha çox şəhər daxilində olan paltar mağazalarından, marketlərindən alış-veriş edirik. Buradan özüm alıram, düşünürəm ki, xarici anda sərf eləmir. Çəki verdir, çox gəlir, gömrük rüsumu çox qoyur. İqtisadçılar mövcud vəziyyəti Türkiyədəki inflyasiya və valyuta bazarındakı dəyişikliklərlə əlaqələndirir. Belə ki, qiymətlərdəki dəyişiklik istehlakçı bazarına mənfi təsir edib. Yəni onlayn gətirmə və daxili bazarlarda olan satış arasında qiymət fərqinin əvvəlki dönəmlərlə müqayisədə fərqli olması burada xüsusi rol oynayır. Logistik xərclərin artması və bunun müştərinin üzərinə fokuslanması eyni ilə də müştərini digər istiqamətə yönəldən əlavə bir faktor olur və digər bir tərəfdən də alternativ onlayn platformaların istifadəyə verilməsi, Çindən məhsulların birbaşa və yaxud da dolayı gətirdirilməsi və digər faktorlar. Çindən ölkəmizə ixrac olunan geyimlərdə gömrük rüsumunun və çatdırılmanın ödənişsiz olması da qardaş ölkə ilə ticarətə təsir göstərib. Digər səbəblərdən biri isə ölkədə geyim sahəsində çeşidlənmənin artırılmasıdır. Belə olduğu təqdirdə vətəndaşlar əyani olaraq geyimlərin keyfiyyətinə baxaraq ölkədəki məhsullara üstünlük verirlər. İqtisadçı Xalid Kərimli deyir ki, 2020-2024-cü illərdə onlayn ticarətə olan tələbatın səbəblərini təhlil edərkən məlum olur ki, həmin dövrdə onlayn ticarətin geniş vüsət almasına səbəb lirənin ucuzlaşması olub. Əsas səbəblərdən biri liranın davamlı və sürətli uzlaşması. Liranın davamlı uzlaşması onlayn ticarəti vətəndaş üçün maraqlı edirdi. Amma sonradan Türkiyə Mərkəzi Bankının inflyasiyanı nəzarət altına almaq cəhdləri, hansı ki 80-90%-ə qalxırdı və bu tədbirlərdən sonra inflyasiya 40%-ə qədər aşağı düşdü. Bu kimi məsələlər ona gətirib çıxartdı ki, artıq türk məhsulları kifayət qədər bahalaşdı. Məhz bu səbəblərə görə müştərilər onlayn platformalar üzərindən alış-veriş edərkən daha diqqətli olmalı və düzgün qərarlar verməlidirlər. Çünki bu cür ticarət indiki halda yalnız vaxta qənaətdir.